Hamıya salam, mən Milana. Bugün yenə bir vlog çəkirik. Hiss elədim ki, vlogumun başlanğıcını çəkməmişəm. Bugün əslində son gündür. Son gündən ilk günə video çəkirəm. Deməli, bu həftə kolleksiyamız oldu və sizə kolleksiyamlar haqqında həm məlumat, həm də maraqlı bir həftəni vlogladım. Videonu bəyənsəz, mənə abunə olmağı və like atmağı unutmayın. Like atmağı unutmayın. Görün kimi tapdın? Mən tapdım. Aktyor. O da artıq yeni YouTuber'dır. Dadaş Toy Business School'a da gedərsizlər. Abdullah'ın. Gözləyirik. Sənə bir gözləyirik, hələ yoxsa. Mən gedirəm dərs oxumağa. Gəldik kitabxanaya. İndi dərs oxuyacaq. Biraz sizə necə oxuduğumuz haqqında məlumat verəcəm. Dərs oxumaq üçün bizə birinci dəftər lazımdır. Deruçka. Bilirdin. Deməli, UNEC-də biz indi aralıq imtahanı veririk. Bu birinci semestrin ortası və ikinci semestrin ortası olur. Aralıq imtahanların adı, 3 adı var. Hər cürə işlə bilərsiniz. Aralıq imtahanı, midterm, bir də kollegium. Sizin indiyə qədər keçdiyiniz mövzulardan sizə suallar düşür. Bunlar abituriyentə heç nə bilmirlər. Onlara izah edirəm. Çünki mən axtaranda yox idi belə şeylər. Aralıq imtahanı 30 sual olur. Hər biri 1 bal verir. Yazılı aralıq imtahanlarında isə suallar kabinetinizə yüklənir. Bu qədər. İndi dərs oxuyaq. Baxın sizdə. Çünki yoxsa kəsiləcəm. Go, Kylie, go! Good job, Kylie. You're doing amazing, sweetie. Öz bildiklərimiz özümüzə çatmadığı üçün, daha artıq istədiyimiz üçün kitabxanada danışa bilmirdik deyə gəldik otağa biliklərimizi bölüşməyə. Yan otaqda imtahan var. Mən gördüm niyə qara gözlər ürəyimizə. Gel oynamalıyım. Milana vlog paylaş. Saçım uzanıb hə. Siz kommentlərdə yazın uzadım yoxsa çox uzanır. İmtahan kodumu yazıram. Baxın bu imtahan kodum. İmtahan kodumuzda hər imtahana gedəndə bizim kabinetimizə kodlar yüklənir. İmtahanda da bu kodları yazırıq. Neçə gözləyirsən? Neçə gözləyirsən? Bilmirəm. İnşallah 25 İnşallah. Mən 30 gözləyirəm. Gözləyirsən. Hətta 24 inşallah. Bəli, imtahandan çıxdıq. Bəli. Tuz, yəni neçə yazmısan? 27. Geçen semestr Derya ilə yarışırdıq. Mən həmişə ondan bir bal çox yığırdım da. İndi Derya məndən çox yığıb. Dünən gecə başlamısan oxumağa, amma bizdən çox yazdın. Səhər oxumusan, bizdən çox yazmışsan. İkinci gündən hamıya salam. Bugün imtahanımız yoxdur, dərsə gəlmişik. Sizə biraz dərs atmosferini göstərəcəm. Həm də Reels çəkirəm. Reels'ıma da Instagram'dan baxarsınız. Aysu xəstədir. Aysuna bir Allah şəfa versin deyək Aysuna. Yorumlara bir dənə ürək. Sənə hədiyyə alım. Happy birthday Mədinə. Sənin üçün yazıblar ki, bəs Hindistan sokaq ləzzətləri yemi. Ayıb olsun o kim yazıbsa. Olanı deyir. Xanım ya da əzdirmərəm yaxşı eləmişsiniz. Nə deyir? Dərya yenə doğal allıqlarından qarşımızdadır. DJ-lik eləyir bugün. Elnar sənə oxşuyur. Elnara oxşadı. Siz hepiniz bir eşref tek. Hayat şaşırtır hep zaten. Sen benim ömrümü kopardın. Nasıl kalsın da? Başlamışsan sen sonra. Yok. Hanım yol verin de. Niye akıllı olayım ki? Bana ne? Bana ne? Bana ne? Bana ne? Deli olacağım işte. Yok bugün neçənci gün idi? Bugün deyəsən 3-cü günüdür. Salam. Hamıya 3-cü gündən. Bugün imtahanımız var. Asan sanırdık imtihanı, sən demə çətin. Ən çətin imtahan buymuş, siz demə. Sən demə.
Bugün də bad hair day-dəyəm. Kameramda tost makinesi də elə bil. Buradan valideynlərimə səslənirəm. Əli deyir ki, sizə məlumatları verməyim, sizin ürəyiniz partlasın. Amma mən elə şey eləmərəm, sizə bütün məlumatları verəcəm. Deməli, mən o dəfə imtahana gedəndə də eyni kodu yazmışam qoluma. Kodlarda səhvlik baş verib. O dəfə ehtimal imtahanına gedirdim. Çalışıb Adyakın kodunu yazmışam qoluma. Və mən dedim ki, kabinetə gələn kod Adyak kodudur. Və Safura uyardı məni. Mən dedim Safura da. Belə nədir? Safura həmişəki panikliyindən eləyir. Bilsəydim Safraya qulaq asardım. Mən imtahana 10 dəqiqə gec başladım ona görə, kod səhv yazdığıma görə. Milan'ın yerində oturdular, unutmuşdular. Hə, mənim yerimdə də oturdular. Ona görə biraz da ona görə gecikdim. Getdim özümə yer axtardım. Nəysə. Sən bayılsan mən tuta bilirsən. İmtahana 5 dəqiqə qalıb. Elə deyil hərəkətlər var. Baxın, iki əli, bir dənə aralı. Əli kes bura. Kes bura əli. Bir dənə aralı tutar. Sən tutmaya otur. Yox, Bir də mən də tutum. Mən də istifadə edeyim arzudan. Bir özünə 2 dənə əli tap oradan. kameranı bağlayırıq. Açanda 30 deyəcək. 30 deyəcək. Ben bu zaman 7 yazdım. Yenə 100 Zorbalıyırlar. 30. Onların badına 25 yazdım. kameraya girmə. Əsla özümə görə deyil. Mən 30 yazmışdım listəyə girəm. Təmin elədim ki, qrup yoldaşlarımın ortalaması daha yuxarı olsun. Çünki birinci semestrdə ortalama mənim yuxarı. Vlogumuzun 4-cü günündən salam. Bugün 23 Nisan'da. Ona görə mən də belə saçımı belə eləmişəm. Təzə bir şey kəşf elədim. Ona görə sizə öyrədim. Baxın, bilirsiniz də. Kamera həmişə buradan düşür. Ona görə nə edirik? Bunu açırıq. Vəsə. Gəl indi düş. Buradan aşağı düşə bilir. Boşuna mən bu balı yığmamışam. Gəlin gedək. Dostlar, görürsünüz ki, bayaqdan videonu açandan yanımda heç bir qrup yoldaşım yoxdur. Dünən onlara dedim ki, gəlin bugün dərsə getməyək. Çünki bugün 6 həftədir. Yəni, getməmək olar da. Dedilər ki, yox, nə danışırsan, gəl dərsə. Mən dərsə gəlmişəm uşaqlar. Sizcə kim yoxdur? Hamısı yatıb qalıb. Heç kim də dərsə gəlməyib ki, müəllimə desin ki, müəllim uşaqlar yatıb qalıb keçəcəklər. Deyirlər ki, 3-cü dərsə gələrik. Bugün 6 həftədə 3-cü dərs yoxdur. Bir diyeceğim bu sefer. Axır ki, bu qədər deyinəndən sonra gəldilər. Bu mahadan çıxmalıyam. Neyse, həftəlik vlogu gözləyirəm, özümə baxmaq üçün. Elmar deyir ki, vloga onun üçün baxırsınız. Ona görə bax istiyorsan elə. Qalan hamı əyləşsin. Vlogumuzun 4 ya 5-ci günündən salam. Bugün başıma nə gəlib onu danışım. Çox böyük bir dramadır bu. Mən saat 7:30-dan gəlmişim universitetə ki, 8:30-da dərsimiz var da indi. Siz demə bu həftə 6 həftəymiş. Ona görə də 8:30 dərsimiz yox imiş, saat 10-da başlayırmış dərsimiz. Mən 7:30-dan bəri dərsin başlamasını gözləyirəm və heç bir qrup yoldaşım gəlmir. Çox şükür bir insan gəldi. Çox şükür. İnsanın yenə darıqdan xəbəri yoxdur. Başında yenə fən partlayır. Gələn kimi başladı şəkil çəkməyə. Sifariş qəbul edirsiniz. Eləmirəm əlbəttə ki. Öz qrup yoldaşının şəklini belə çəkmir. Uşaqlar ad günüm gəlir, ona görə isə mən şəkil çəkəcəm. Aysunun ad gündə metroda şəkil çəkmişdim, belə tez biraz Mən biraz özənli istəyirəm. Qəşəng şəkil çəkməyə. söz vermirəm, çalışacağam. Mən heç çox söz vermirəm. Uşaqlar, sizə danışmışdım da mən niyə ehtimaldan aşağı yazdım, kodum problemlər baş verdi. Mən də 27 yazmışam deyə müəllim mənə 9 yazdı. Bütün qiymətlərim 9-dur. Qiymətim düşəcək aşağı. Görürsünüz, kamera var. Təkcə biz yox, müəllimlər də izləyirlər kameradan. Gəldi yersə. Hə, deməli sabah son imtahanımızdır. Sabah vlogun axırıncı günüdür. Təəssüf ki, bizi biraz da görməyəcəksiniz. Bir də bir həftəlik vlogu nə vaxt ataram, Allah bilir.
hadisə gəlmişdi. Bugün də dünya üçün kiçik, amma Milan üçün balaca bir hadisə gəldi başıma. Telefonun arxasına yapışdırdığım bilirsiniz, yoxdur. Gətirməmişəm onu. Onu bugün taxmamışam. Ona görə bugün vlogda biraz zəiflik olacaq, üzrü sayarsınız. Deməli, bugün gəlmişik. Axırıncı imtahanımızdır. Gəlin bizimlə birlikdə dərs oxuyaq. Go, Kylie, go. Good job, Kylie. You're doing amazing, sweetie. Bir dəqiqə bir söz deyim, gedirəm. Gedirəmişə başında şişirdim. Bayaqdan durmuşam burada. Dəriyə bir dəfə deməli ki, məmnunum, sən hazır. Demədim. Cevap ver, bir sorun ne gerçi? Cevap. Gedirəm, gedirəm. Nereye? Kimdir bu, kimdir? Salam. Aa, burada kim var? Necəsiz dostlar, hamınızı salamlayıram. Cavablarımızı gözləyirəm. O verdiğim sual var idi sizə, o cavabı gözləyirəm. Çox gözləyər, hə? Deməli dostlar, bugün axırıncı imtahan günümüzdür və deməli axırıncı vlog günümüzdür. Biraz məyus oluruq çünki vlogumuz bitir. Buna baxın dostlar. Gəl bura, mən üçün qalmışım sayım dəqiqə. Mənim sınavımda onun sepim. Dostlar bakın sepime. Bak, yəni 30-27 Mən- çox qəşəng. Bu dəfə uşaqlar 27-30. Məncə elə olmalı. Gedin Eşref Rüyaya baxın. Yoxsa qaza gəlməyin də. Uşaqlar, Mədinə Elnardan dönər istəyib. Dedi ki, universitetin yanında bir yer var, oradan al. Elnar da evinin yanından alıp gətirdi. Bum bum. Aa, uşaqlar bildiniz də, insan mənim şəklimi çəkir ad günümə. Elə bir şey Mənə hədiyyə olmaz. şəkli. Mənə gül çəkmişdi, sənə portret çəkir. Çəkib bir dənə. Hədiyyə şəkil elə. Çəkirsən, portret çəkir. Şəkil elə də, şəkil. Bu nasıl düşünməli istəyirsən? Mən günümüzün oğlanları. Gözləri bu adam. Deməli bugün Dərya ilə son yarış günümüzdür. Görək hansımız qazanacaq. Dərya yoxsa mən? Dərya yoxsa Uşaqlar, mən fər qaçdığım üçün Milan'ın araba, yəni... Sənin danışan yoxdur. Niyə elə niyə qurdun ellərini? Yeməyə qırmışlar. Mən də kanal açıram. Münaqişəyə son veririk artıq. Səndə neçə almışsın? Birinci sən neçə? Mən 28 almışım. Ben de. 30 deyib 25 yazmışam. Özümdən çox qürur duyuyorum. Elnardan çox almışım. Hə, olsun 25. İmtahanı yaxşı verdiyimiz üçün biz versək də bu baş verəcəkdi. Ona görə piknikə gedirik. Aysu gəl. Gəl, valla gəl. Gəlirsən? Yorumlara yazın ki, Safra nə olar, çıx videolara. Muhammed, belə elə. Milan'ın izleyicilerinin Mənə. Milan'ın izleyicilerinin şerefine. Gelen videolarda görüşene dek. Haber çaldı. Ne? Gelen videolarda görüşene dek.